adına. Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti tərəfindən ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan Bakı Ürək Günləri 9-cu Beynəlxalq Konqresi təşkil edilib. Konqresin keçirilməsində əsas məqsəd Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir. Tədbirdə dünyanın 20-dən artıq ölkəsindən 400-ə yaxın yerli və əcnəbi kardioloq və kardiocərrahın iştirakı ilə ürək-damar xəstəlikləri və onların müalicəsindəki ən aktual məsələlər müzakirə edilib. 3 günlük konqresimizdə biz ürək-damar cərrahiyyəsinin ən müasir, aktual problemlərini müzakirə edəcək. İnanıram ki, ölkəmizdə istər Bakı şəhərində, istər bilirsiniz artıq regionlarımızda da ürək mərkəzləri fəaliyyət göstərin. Orada fəaliyyət göstərən kardioloq və ürək-damar cərrahları üçün çox faydalı olacaq. Artıq ölkəmizdə tibb işçilərinin sertifikasiyası bir neçə ildir tətbiq olunur və burada müəyyən bal toplamaq məcburiyyətindədir bütün həkimlər və bizim konqresimizdə bəli Səhiyyə Nazirliyindən müvafiq şöbəsində qeydiyyatdan keçmişdir və 20 davamlı tibbi təhsil balı ilə qiymətləndirilmişdir. Yəni bu o deməkdir ki, bizim konqresimizin iştirakçıları 20 balı əldə edirlər. Bakı Ürək Günləri 9-cu Beynəlxalq Konqresi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən davamlı tibbi təhsil verən tədbir kimi tanınıb. Konqresdə çıxış üçün göndərilmiş elmi məqalələr və abstraktlar Azərbaycan Ürək və Damar Cərrahiyyəsi elmi jurnalında dərc ediləcək.